Rotavirus yenidən körpələr arasında geniş yayılmağa başlayıb. Xüsusilə 5 yaşa qədər uşaqlara yoluxan rotavirus mədə və bağırsaqların selikli qıyşasının zədələnməsi ilə özünü biruzə verən infeksion xəstəlikdir. Rotavirus hava və damcı yolu ilə yayılır. Eyni zamanda bütün viruslar kimi bu infeksiyada şəxsi gigiyenaya riayət etmədikdə yayılma təhlükəsi daha da artır. Xəstənin ağırlığı nə ilə əlaqəli olur? Uşağın qusma və ishal nəticəsində itirdiyi mayenin miqdarına görə, əgər çoxlu maye itirərsə, uşaq halsızlaşar, fekal oral mexanizm deyirlər. Yəni, xəstə uşaqlarla təmasda olarsa, uşaqlar eyni zamanda həmin xəstə uşağın istifadə elədiyi oyuncaqlardan, eyni əşyalardan istifadə edərsə və yaxud hətta onun öskürəyi vasitəsilə də yoluxma mümkündür. Rotavirusa yoluxmamağın və ya bu xəstəliyi yüngül keçirməyin ən yaxşı yolu peyvənddir. Müalicəsinə gəlincə isə yoluxan uşaqlar mütləq həkim nəzarətində olmalıdırlar. İnfeksiyaya məruz qaldıqdan təxminən 2 gün sonra artıq simptomlar özünü göstərə bilir. Bu bir həftəyə qədər uzana bilir məruziyyətdən sonraki infeksion simptomlarının ortaya çıxması. Bunun üçün uşaqlarda çox rast gəlindiyi üçün uşaqlıq peyvəndlərinin içərisində rotavirusa qarşı peyvəndlər də vardır və bu peyvəndlərdə ağırlaşmaların və tez-tez xəstələnmə hallarının miqdarını aşağı salmaqdadır. Müşahidələr göstərir ki, bu xəstəliyə tutulanlar bir həftə müddətində sağalır. Həkimin sözlərinə görə rotavirusa yoluxan uşaqlar məktəbə və ya bağçaya göndərilməməlidir. Bu halda uşağın vəziyyətində ağırlaşma və ya digər uşaqlara yoluxma ola bilər.